Ötən il Azərbaycanda əhalinin borc yükü artıb. Yenavaz.com xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın açıqladığı 2025-ci ilin birinci yarım ili üzrə maliyyə sabitliyi adlı hesabatda yer alıb. Bildirilir ki, borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0,5% bəndə artaraq 18,5% olub. Məlumat üçün bildirək ki, borc yükü əhalinin kredit təşkilatları qarşısında istehlak və ipoteka kreditlərinin cəmi məbləğini göstərir. Sərəncamda qalan gəlir isə insanın maaşından vergi, sosial sığorta və digər məcburi kəsintilər çıxıldıqdan sonra əlində qalan puldur. Yəni sərəncamda qalan gəlir xərcləyə biləcəyi real məbləği göstərir. Qeyd edək ki, son 5 ildə əhalinin borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbəti davamlı olaraq artır. Əhalinin borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbəti son 5 ildə bu şəkildə olub.